Axşamınız xeyirli olsun, dəyərli liderlər. Özümü təqdim edeyim. Əsmər Muradova və bugünkü mövzumuz müsahibədir. Biz iş haqqında necə düzgün şəkildə məlumat verməliyik, bu haqqda danışacağıq. Əslində belə baxanda sadə bir mövzudur, amma bir çox liderlər, yəni mən bununla qarşılaşıram ki, bir çox liderlər deyir ki, dəvət elədim, danışdım, iş haqqında düzgün şəkildə məlumat verdim, amma qeydiyyatla nəticələnmədi, təəssüflər olsun. Bu tək bir dəfə yox, 2 dəfə yox, 3 dəfə yox, hər dəfə yəni eşidirəm bunu. Deməli liderlər, əslində belə deyək, insanlar cürbəcürdür və hər bir insana görə yəni dəyişir müsahibə. Yəni şəxsən mən müsahibələri elə eləyirəm. Yəni hər bir kəsə individual keçirəm. Yəni eyni keçmirəm də bir sözlə. Misal üçün insan var onlayn nə olduğunu bilir, insan var onlayn olduğunu heç bilmir. Elə insan var, misal üçün də sosial şəbəkədən istifadə eləmir. İndi deyirsiniz ki, o necə tapıbdır, necə iş haqqında məlumat istəyibdir. Yəni cürbəcür yollarla, link vasitələrlə də gələ bilir WhatsApp üzərindən. Yəni sosial şəbəkəsi yoxdur, ancaq WhatsApp'ı var. Nə bilim, birdən olur ki, komandanın liderləri yönəldir mənə. Onlar paylaşım eləyir hardasa və onlar mənə yazır. Yenə də mən iş haqqında məlumat verirəm və s. Ümumiyyətlə, necə başlamaq lazımdır məlumat vermək? Bunu izah edeyim sizə. Bax, misal üçün, kimsə sizdən iş haqqında məlumat istəyir. Salam, xanım, mən iş haqqında məlumat istəyirəm. Qarşı tərəf necə məlumat verməlidir? Ola bilər ki, bəzi liderlər, ola bilər də, indi insanın təcrübəsi yoxdursa, Primo ilə iş haqqında məlumat verəcək. Aleykümsalam. Başlayır səs atmağa. Xeyr, xanımlar, əgər siz insanla, yəni istəyirsiniz ki, qeydiyyatla nəticələnsin, insanla bağ qurmalısınız. Bələn olub ki, 2 gün, 3 gün danışmışam. Çətindir, bəli, çətindir, asan deyil. Çünki bilirsiniz nəyə görə? Bütün gün danışmaq bir insanla, 1 gün, 2 gün, 3 gün və ancaq bu iş haqqında danışırsan, işi izah edirsən ki, bu insan anlasın. Yəni, bunu tanıtmalısan da. Bizim işimiz nədir? Tövsiyədir. Sən bunu onun beyninə salmalısan ki, bu başa düşsün və sənə hə desin. 3 gün dalbadala danışmaq nə deməkdir? İnsan təbii ki, yorular. Və misal üçün, iş haqqında məlumat istəyirsəm, direkt məlumat vermirsiniz. İlk öncə, aleykümsalam, hətta mən sizə deyim ki, mən səs atıram. Həmişə bunun tərəfdarıyam. Tutaq ki, siz deyirsiniz ki, mən biraz səsimdən, nə bilim, utanıram, biraz, nə bilim, heç vaxt səs atmamışam, nətər olar. Heç vaxt, yəni demin, heç vaxt. Yəni birincisi, ola bilər siz bu vaxta kimi yazı ilə məlumat vermişsiniz, amma çalışın, bu bağı qırın. Yəni, bu qırmızı çizgidir də sizin üçün bəlkə də, onu keçin. Keçsəniz, ondan sonra rahat olacaqdır. Bir dəfə eləsəniz, davamı gələcəkdir. Çalışın, yəni o sizə yazılı yazdısa, siz geri dönüşdə deyin ki, aleykümsalam, xanım, zəhmət olmasa, bax, belə də mən necə danışıram, eyni ilə. Yəni, mənim qeydiyyatlarım həmişə olur, deyim sizə buradan, bəlkə kimsə bilmir. Həmişə qeydiyyatlarım da olur. Demək olar ki, 95% deyim, ya 93% mi deyim ki, həmişə hə deyə nəticələnir. İnsana bağ qurduğuma görə. Səs atıram. Aleykümsalam və görürsünüz, mən misal siz məni görmürsünüz, tutaq ki. Qoy, mən gizlədim özümü. Amma siz baxın ki, mən necə danışıram. Hiss eləyəsiniz ki, mən gülərək danışıram, yoxsa yox. Mən indi, lap yaxşı, görüntülü bağlamıram, amma təxmini başa düşün. İndi məni görürsünüz də, elə bir şey görmürsünüz. İndi diqqətlə dinləyin məni. Görün mən necə danışıram. Aleykümsalam. Mənim adım, əslində adınız nədir xanım? Zəhmət olmasa öz adınızı deyin, yaşınızı deyin və onlayn işlərdə ümumiyyətlə çalışmısınız, yoxsa yox? Mən bunu belə atıram səs. İstər-istəməz qarşı tərəf mənim səsimi eşidir. Yəni, demək olar ki, elə 98% mənə həmişə cavab veriblər. 2% cavab verməyib mənim səsimdən sonra, 2%, çox redki hallarda. O da ki, əgər cavab verməyəndə, dalınca yenə, biraz gözləyirəm, dalınca yenə səs atıram ki, xanım, mən sizə səs atdım, zəhmət olmasa mənə geri dönüş eləyin. Ondan sonra geri dönüş eləyir. Və ki, tutaq ki, bir balaca danışıram, indi başa salacağım etap-etap sizlə. Biraz danışıram, bir də gördüm səs getdi. Bir də nə yazı yazır, heç bir şey də. Biraz yenə gözləyirəm, sonra dalınca yenə səs atıram. Xanım, ola bilər sizin nəsə,
dediyimdən nəsə xəttinizə mi dəydim? Yəni nəsə dedim ki, siz mənə cavab yazmadınız. Axı mən sizi səs atmışam. Elə bir bilsiz nətər? Qarşı tərəfi biraz nətər deyim, günahkar kimi də çıxardırım və istər-istəməz geri dönüş eləyir yenə. Və demək ki, mən da belə deyək də, öz adımı deyirəm, dedim ki, məsələn, onlayn işdə də çalışmısınız yoxsa yox, niyə bu sualı verirəm, liderlər? Çünki onlayn işi anlayanla anlamayanın çox fərqi var. Və mən bilirəm ki, məsələn, onlayn işdə olana necə məlumat verim? İndi başa salacağım bunu da etap-etap. Misal üçün, biri deyir ki, mənim adım Aytaçdır. Deyək ki, 25 yaşım var, yazılı. Çox vaxtı yazılı eləyirlər, lap səsindən sonra da. Amma sonra səs atırlar. 25 yaşım var və yox, çalışmamışam. Bu sözü yazdısa, çalışmamışam. Mən liderlər. Ondan sonra səs atıram ona. Və başqa şirkəti müqayisə eləmirəm. Bilirsiniz nəyə görə? O mənə yazıb iş haqqında məlumat istəyir. Düzdürmü? Mən öz şirkətimi məlumat verim. Öz şirkətim haqqında danışmalıyım. Mənə başqa şirkət maraqlı deyil, ona da maraqlı deyil. Amma misal üçün, bəzi liderlərdə eşitmişəm ki, iş haqqında məlumat verir, başlayır, başqa şirkətdə belədir, bizdə belədir. Ona maraqlı deyil başqa şirkət, liderlər. O bilmir. Birincisi, siz soruşun, onlayn ümumiyyətlə bilir, yoxsa yox. Başlayırsınız danışmağa, öz işiniz haqqında. Amma bundan öncədən mən mütləq şəkildə, indi bilmirəm, buradakı bax direktorlar, siz belə eləyirsiniz, yoxsa yox, mən eləyirəm. Şəxsən mən öncədən, mən fəxrlə, qürurla deyirəm ki, mən Home Life-də işləyirəm. Nə utanıram bundan, nə bilim, amanın bir gündür Home Life deyərəm, qaçar. Yəni, heç bir zaman açıq aydın belə özgüvənlə deyirəm ki, sizə bir şirkət deyəcəm. Mənə zəhmət olmasa deyə bilərsiniz, bu şirkəti tanıyırsınız, yoxsa yox. Ondan sonra məlumat verəcəm. Home Life şirkəti. Eşitmişsiniz, yoxsa belə deyək, ya da ki, məhsullarına istifadə eləmişsiniz. Bax, bunu mütləq deyirəm. Həmişə deyirəm, bütün müsahibələrdə. Əvvəllər eləmirdim, amma indi eləyirəm. Və qarşı tərəf mütləq cavab verir. Hə, eşitmişəm. Məhsullarla istifadə eləmişəm. Xeyr, eşitməmişəm. Ümumiyyətlə eşitməyib. Bəzi liderlər Home Life-dan, qeydiyyatdan keçib, bəzilərdə olmayıbdır, uğurlu olmayıbdır, nə bilim, başqa bir komandaya düşübdür, komanda pis çıxıbdır və s. Yəni, min dənə şey. Bu, liderlər, incimin mənə bəhanədir. Mən bəhanə kimi görürəm. İstəyən insan yeni insanları tapacaqdır. Yəni, doludur insanlar. Deməyin ki, insanlar bitibdir. Heç ümumiyyətlə belə deyim, heç xaricə mən çıxmıram, nə Türkiyə çıxıram, nə bir yerə. Azərbaycanın özündə hələ bilməyən o qədər insan var Home Life-i, inandırım sizi. Ona görə sadəcə şuur altına yeridin ki, bunu mən qeydiyyatlarımı artıracağım, mənim dəvətlərim olacaqdır, mən komandamı quracağım da bir sözlə. Necə beyninizə nəyi salarsınız, o da olacaqdır. Çox bir şey, yəni belə sirli bir şeydir. Mən özüm də hələ də anlamıram bu nədir. Amma bu şuur altı o qədər güclü bir şeydir ki, beyninizə nəyə salarsınız, ondan da gedərsiniz. Deməli, tutaq ki, çalışmamışam. Mən başlayıram iş haqqında məlumat verməyə. Ki, bizim şirkətin adı zaten bildiniz, Home Life-dir, brendidir. Hal-hazırda Azərbaycanın xanımları, yəni bir çox rayonlardan, Bakının özündən qazanc götürür buradan. Bu qazancı təbii ki, siz hər cür qazana bilərsiniz. Misal üçün, birincisi, əgər siz bura biznes üçün qoşulursunuzsa, yəni biznes üçün qoşulmaya da bilərsiniz, biznes üçün qoşula da bilərsiniz deyirəm. İlk öncə başa salırım, yəni çox uzun-uzanı danışmıram. Bax, siz marketdən alış-veriş edirsiniz, düzdürmü? Heç nə qazanmırsınız, zaten bu bilirsiniz də, hamınız bilirsiniz bunu. Yəni mən indi burada deyirəm sizə. Onu hər dəfə deyirəm onlara ki, marketdən alış-veriş edirsiniz, zaten bu sizin tələbətlərinizdir, alırsınız. Eyvallah. Amma əgər siz bu şirkətdən alış-veriş eləsəz, birincisi, öz sağlamlığınızı qoruyursunuz. 1. Çox keyfiyyətli məhsullar götürürsünüz. 2. Katalogdan aşağı götürürsünüz. Plus da 2-3 dənə hədiyyə götürürsünüz üstündə. Təsəvvürün ki, antiperspirant verirlər, şampun verirlər, paraşok verirlər. Kim istəməz hədiyyə? Siz gedərsiniz marketdə, sizə desələr ki, filan kəs, siz o qədər tez-tez buradan alış-veriş edirsiniz və ilk dəfə gelmişsiniz marketdə, xoş gəlmişsiniz. Sizə 2 dənə hədiyyə düşür. Bu qədər alış-veriş eləsəz. Bəlkə də görmüşsünüz də kassaya yaxınlaşırıq. Nəsə alış-veriş eləyir 30-50 manatı deyirlər ki, burada paraşok endirmə düşüb 10 manata ya 11 manata istəyirsiniz. Pulla verirlər, ha, pulsuz vermirlər. Bunu da başa salıram və qarşı tərəfə maraqlı gəlir. Deyirəm ki, hədiyyə istəyirsiniz də yəqin qazanmaq. Yəni, bunu götürə bilərsiniz. Pul da qazanmaq istəyirsiniz. Pajalsa, satış elə bilərsiniz. Satışı bacarmırsınız. O zaman mən sizə hal-hazırda, yəni biznes qurduğuma görə biznesi təklif edirəm. Bu biznes necə olur? Sadaladığım hamısını eləyirsiniz. Alış-veriş elədiniz, hədiyyələrinizi pulsuz götürdünüz.
ayda 3-4 dənə məhsul götürürsünüz. Siz 35 manatı demirəm. 3-4 dənə məhsul götürdünüz, aktivliğinizi elədiniz. Ondan sonra əgər pul qazanmaq istəyirsinizsə, o məhsulu ki aldınız, gördünüz məhsulun keyfiyyətini. Tövsiyə edirik insanlara. Padruqalarınıza deyin, nə bilim qohumlarınıza deyin, kimə istəyirsiniz deyin. Tövsiyə edin ki, yəni kim istəməz? Yəni siz bir şey görmürsünüz, liderlər. Bəzən deyirik ki, mən utanıram, mən necə məlumat verim və s. Niyə məlumat vermirsən? Sən nədən utanırsan? Sən gül kimi şirkətdə işləyirsən. Qəbahətli bir iş görmürsən. Halal sistemlə çalışırsan. Sən burada niyə utanmalısan öz işindən? Sən burada pul qazanmaq istəyirsən, onu da qazandırmaq Allahın izni ilə istəyirsənsə, sən iş haqqında məlumat verirsən, onu yəni dəvət edirsən də bura. Qoy gəlsin, o da yaxşı məhsuldan istifadə eləsin. Sən istifadə edirsən, qoy o da istifadə eləsin. Da orada nə var ki? İstifadə eləyəcək, görəcək sistemi, nə gözəl. Yavaş-yavaş başlayacaq. Təbii ki, yəni bunların məlumatını verir və mütləq şəkildə müsahibədə deyirəm. Misal üçün, deyək ki, siz qeydiyyatdan keçmirsiniz. Qeydiyyatda 5-cisiniz, misal deyirəm. 5-cidən sonra nə gəlir? 6-cı gəlir, 7-ci gəlir, 8-ci gəlir, düzdürmü? Düşünün ki, bir dənə marketdə qapı var. Qapıdan keçirsiniz, siz 5-cisiniz, o qapıdan keçən. Sizdən sonra mütləq şəkildə gələcəkdə, düzdürmü? O marketə girəcəklər. Ondan sonra nə baş verəcək? 6-cı, 7-ci, 8-ci, 20-ci, 30-cu, 50-ci nə qədər insan gələcək, düzdürmü? Sizdən sonra nə qədər qeydiyyatlar gəlsə, belə siz dəvət eləməsəz, mənim köməkliyimlə olsa belə, istər-istəməz sizin komandanız yaranacaqdır. Həvəsə gələcəksiniz bəlkə də. Ondan sonra yavaş-yavaş sistemə də baxarsınız, öyrədəcəm sizi. Bir də ki, axşam-axşam bizdə saat 21:00-da, bunu həmişə deyirəm, bizdə təlim olur. Orada qazanan xanımlar danışır. Onları dinlədiksə yavaş-yavaş həvəslənəcəksiniz bu işə. Çünki biz də elə gəlmişik, biz də sizin kimi heç nə bilmirdik və s. Məlumat verirəm, vəsiyo. Eləsi var, gedir fikirləşir. Deyir ki, yaxşı xanım, mən fikirləşərəm, sizə cavab verərəm. Elə xanıma da sırazu anında səs atıram. Gülə-gülə. Deyirəm ki, filan kəsim, məsələn, Aytaç xanım, sizə bir şey deyəcəm, incimin amma. O qədər elə fikirləşənləri görmüşəm və inanırsınız, bəlkə də deyim sizə ki, o sözü deyən insan bəlkə 85% sonra geri dönüş eləmir. Gülərək bunu deyirəm və istər-istəməz o da mənə səs atır. Yox, deyir ki, yox, bir dənə yoldaşıma deyim. Deyirəm, başa düşdüm. Amma həqiqətən yoldaşınıza deyin, yaxşı. Yəni, məsləhət almaq istəyirsiniz və s. Mənim səsimi də dinlətdirə bilərsiniz ki, yəni, mən necə məlumat verirəm. Siz mənim kimi məlumat verə bilməzsiniz yoldaşınıza. Bunu çatdıra bilməzsiniz. Çünki burada işləmirsiniz. Mənim səslərimi çatdırın ona, qoy dinləsin. Ondan sonra, yəni qoşulmaq istəsəz, qoşulub və mənə də kontaktda qeyd edin. Mütləq şəkildə kontaktda qeyd elətdirirəm. Mən də sizi qeyd eləyəcəm kontaktda. Əgər qeydiyyatdan keçmibsə, yazacağım. Aytaç, hardan gəldim? Misal Instagram, Insta yazıram, qeydiyyatdan keçməyib yazıram. Və ya ki, qızlarımda, misal komandamın liderlərinə hələ ki, iş haqqında məlumat verə bilmir, yenilərdən. Mənə yönəldir. O xanımlar mənə yazanda deyir ki, salam xanım, məni filan kəs yönəldib. Mütləq şəkildə bunu eləyirəm. Və burada hamıya tövsiyə edirəm. Kim ki, iş haqqında məlumatı hələ verə bilmirsə, qeydiyyatla nəticələnmirsə, yəni o qədər məlumat verir, yönəldin hələ ki, liderinizə, üst lider, direktora. Xüsusilə ki, qazanca çıxan bir liderdir. Yönəldin ona, o məlumat verəndə, misal üçün, deyəcək ki, tutaq ki, ona yazıblar, deyirlər ki, filan kəs xanımı yönəldibdir. O necə məlumat verib, o sizə atsın. Siz onu dinlədiksə və ya ki, qrupa atsın, siz dinləyin. Mən tez-tez bunu eləyirəm liderlərimə. Atıram müsahibələri, qoyub dinləsinlər ki, necə məlumat vermişəm ki, öyrənsinlər. Yavaş-yavaş, belə deyim də, o liderlər, hansı ki, bilmirsə, bacarmırsa, bir dəfə deyəcək, 2 dəfə deyəcək, 3 dəfə sonra alınacaqdır. Almayacaq bir şey yoxdur. Biraz özgüvəni danışmaq lazımdır. Biraz sərbəst şəkildə danışmaq lazımdır. Misal üçün, mən rəsmi şəkildə danışmıram. Heç bir zaman. Nə də ki, sevmirəm. Konkret, yəni, sizlə necə danışıram, belə də danışıram. Neçə dəfə olubdur, dəfələrlə hətta olub ki, mənə deyiblər ki, siz, elə bir ki, mən sizi çoxdan tanıyıram. Bax, görmürəm məni, görüntülü olaraq olmayıbdır. Elə bir, mən sizi çoxdan tanıyıram. Yəni, danışığınızdan falan, elə danışırsınız ki, elə bir çoxdan tanışıq biz. Yəni, mən insanı danışdırıram. Siz də bunu eləməlisiniz. Direkt iş haqqında məlumat verməməlisiniz. Əgər qarşı tərəf onlayn nə olduğunu bilir. Misal üçün, deyir ki, bəli, çalışmışam onlayn. Anında sual verirəm, hansı şirkətdə maraqlıdır mənə. Çünki mən də başqa şirkətlərdə çalışmışam. X şirkət deyirəm burada, amma adlarını orada deyirəm ona. Siz hansı şirkətlərdə çalışmışsınız? Sual verirəm, yenə gözləyirəm. Yəni, sual-cavab, başa düşürsünüz, liderlə diyaloq qurmaq lazımdır.
Sual cavab. O mənə deyir filan şirkət. Və ya ki filan şirkət, filan şirkət, filan şirkət. O zaman 3-4 dənə deyəndə deyirəm, hamısını gəzmişsiniz ki siz. Bəs orada nə edibsiz? Alış-veriş edibsiz, yoxsa nə etmisiniz? Onu da maraqlanır. Yenə sual verirəm. Yenə cavab alıram. Yəni iş haqqında görürsünüz, məndən iş haqqında məlumat istəyib. Mən hələ məlumat vermirəm. Mən hələ danışdırıram onu. Mən onu tanımaq istəyirəm. Qarşı tərəf görüm nə cür bir xanımdır. Nəyi bilir, nəyi bilmir ki, mən o bilim ona necə yanaşacağam. Başa düşdünüz? Bunu da hardan öyrənmişəm, liderlər. 6 ildən çoxdur ki, artıq bu şəbəkədəyəm. İndi deyərsiniz ki, misal üçün, burada elə insan var ki, 1 aydır buradadır, 2 ay, 3 ay, heç şəbəkədə olmayıbdır və təcrübəsi yoxdur. Təcrübəni qazanmaq üçün bilirsiniz, nə etməlisiniz? Hər dəfə iş haqqında məlumat verməlisiniz, kiməsə. Gedin Instagramda dəvət atın, kimsə deyəcək ki, iş haqqında məlumat verin. Gedin Instagramda məlumatı verin. Qoy uğursuz alınsın. Eybi yoxdur. Qoy bir dəfə olsun, 2 dəfə. Yəni bilirəm, sevinirsiniz ki, kimsə iş haqqında məlumat istəyir, mən də belə olmuşam. İstəmirsiniz onu itirəsiniz. İstəyirsiniz qəşəng bir şey olsun, yaxşı bir məlumat verəsiniz ki, qorxursunuz ki, bir də məlumat verirəm, o yox deyər mənə. Qorxmayın. Gedin məlumat verin. 5 dənə, 10 dənə məlumat verin. Yəni qoy 10 dənə müsahibəniz olsun gün ərzində. Eybi yoxdur. Qoy yox desinlər hamısı. Siz danışdıqca var, nitqiniz düzələcəkdir. İnsan danışmaq olduğunu başa düşəsiniz. Bəzən olur, yenə deyirəm, səs atmırsınız, yazı yazırsınız. Yazını qoyun kənara, yazı yazmayın. Səs atın, insana səs atın. Bir dəfə, 2 dəfə, sonra axarı gələcəkdir. Əminliklə deyirəm. Deməli, qaldı online. Demək görürəm ki, bu deyir ki, filan. Hansı şirkətləri tanıyırsınızsa, əgər görsəz ki, üst-üstə düşdü, başlayırsınız ki, mən o şirkəti bilirəm. Orada yəni belə bir məhsullar var. Misal üçün, məhsullar yaxşı olsun, deyin ki, belə məhsullar var, pis deyil. Amma biznes üçün yaramır. Siz pul üçün istəyirsiniz, pul qazanmaq istəyirsiniz. Deyir, конечно, yəni pul qazanmaq istəyirəm. Bəs orada nə etmisiniz? Yəni, qeydiyyatdan keçdiniz. Deyir, qeydiyyatdan keçdim, 1-2 ay məhsul vurdum, komanda gətirə bilmədim, ətrafım yoxdur. Başlayır da, yəni, bu, belə deyək də, həmişə olan sözlərdir. Sonra başlayırsınız konkret məlumat verməyə. Sizə təlim keçiblərmi? Sizə ətraflı məlumat veriblərmi? Yəni, sizdə ümumiyyətlə qrup olur. Misal üçün, yəni bu sistemi başa salıblar. Siz qeydiyyatdan keçirsiniz, sizdən sonra qeydiyyatdan keçənlər var. Ümumiyyətlə komanda qurmaq üçün, qazancı çıxmaq üçün nə etmək lazımdır? Etap başa salıblar. Xeyr. İnanın, yəni demək olar ki, əksəriyyəti bunu deyir. Deyir, yox, mənə dedilər, sadəcə alış-veriş eləməlisən. Ya da ki, bunu satmalısan. Bir də hədiyyələr vardı, addım hədiyyələri, onu götürməlisən. Mən də belə baxıram ki, liderlər, bir çox belə, yəni X şirkətin liderləri, mən başa düşməyim. İnsanlara nə cür baxırsınız? Hədiyyə götürəcək deyə, bu ay eləsin, 2 ay, 3 ay, 4 ay, nə qədər da addım hədiyyə var. Onu elədi və sonrası. Yəni, belə başa düşdüm ki, Home Life-dən başqa, heç kim belə deyək, lider yetişdirmək istəmir də, başqa şirkətlərdə. Mən belə başa düşürüm, heç kəs inciməsin. Yəni, bəlkə də burada ikili işləyən var, bilmirəm, yəni, onu bilə bilmərəm, amma, yəni, nə bilim, bizdə, yəni ki, Home Life-da, mən görürəm də, biz konkret lider yetişdiririk. Biz istəyirik, bizim, yəni, sistem ilə qurulubdur. Ən önəmli bir şey budur ki, yəni, plus cəhətimizdə Home Life-da ki, bizim sistemimiz o birisi şirkətlərin hamısından fərqlidir. Yəni, sən yetişdirməlisən, lider, sənin başqa əlacın yoxdur. Yəni, bugün bu ailəsin alış-veriş, gələn ailəsin, yaxşı, hədiyyələrini götür və sonrası nə olacaqdır? Sonra nə edəsən? Sənə lider yetişdirmək lazımdır ki, sənin davamçın olsun. Ona görə də bizim sistemi belə qurulubdur. Deməli, liderlər, bu yaxınlarda, yəni mən bir şey deyim də, yenə deyirəm, istəyirsiniz ki, kimsə iş haqqında məlumat istəyəndə, istəyirsiniz ki, onu itirməyəsiniz. Mən anlayıram. Amma bəzən olur ki, mən sizə açıq deyirəm, bəzən olur ki, mən konkret elə eləyirəm ki, o insan mənə yox desin. Bir dəfəlik, yəni, eləyirəm ki, yəni məlumat vermək istəmirəm. O nə vaxt olur? Bax, bugün belə bir şey olmuşdu. Deyil mi, bir xanım, bilmirəm hansı sosial şəbəkədən görüb məni, səs atıbdır. Adımı da söyləyir ki, bəs Asiya xanım, indi bilirsiniz ki, yəni Asiyada deyirlər mənə, Asiya xanım, bəs mən qoşulmaq istəyirəm, maaşa qədər mənə köməklik göstərə bilərsiniz, maaşa qədər. Deyirəm, tam olaraq maaşa qədər nə cür köməklik göstərim? Onu bir dənə izah eləyə bilərsiniz, tam olaraq anlamadım mən sizi. Onu da səs atır. Deyir ki, bax, mənim ətrafım yoxdur, 5-6 nəfər lazımdır mənə.
Qeydiyyatdan keçidəsiz. Yəni mənim adıma, elə deyil. Alış-verişdə eləyə bilməyəcəm. Yəni siz əvəzimə belə şey mənə səs atandan sonra heç bir şey. Yəni mən ona geri səs atdım ki, onda siz işləməyin də, mən sizin əvəzinizdə işləyim. Həm dəvətləri gətirim, həm alış-verişi eləyim. Yəni siz heç bir şey eləməyin də. Yəni elə olsa, yəni inciməyin məndən, elə yazdıraram mamamı, nə bilim qardaşımı, qohumlarımı yazdıram, elə onların əvəzinə işləyərəm də. Siz həqiqətən pul qazanmaq istəyirsiniz, yoxsa yox? Pul qazanmaq istəyirsə, mənim dediklərimlə razılaşasınız. Başladım başa salmağa. Bax belə. Yəni konkret burada nə eləmək lazımdır? Yazdı mənə. Təşəkkür edirəm, çox sağ olun. Demək ki, bu insan ciddi deyilmiş. Mənə liderlər, ümumiyyətlə sizlərə də ciddi insan lazımdır. İş haqqında məlumat istəyirsə kimsə, sırası şey eləyirsiniz ki, mənə hə desin. Bəlkə bax belə bir şey, yəni belə bir insan gələcək qarşınıza. Ona görə də, yəni sizə lazım olan insan demirəm sizin kimi. Yəni tam insan da mükəmməlçiliyə qaçmasın. Mən necəyəmsə, mütləq mənim komandamda elə liderlər olmalıdır. Xeyr, mən elə demirəm. Amma yəni heç olmasa, yəni bu insan qoşulursa, demək ki, iş haqqında məlumat alıbsa, məlumatı da bilirsə, başa düşməlidir bu insan çalışmalıdır. Yəni bu insan çalışmasa, necə pul qazana bilər? Elə onun əvəzinə kim işləyəcək? Yəni olsun bir market olsun, nə bilim hansı bir iş yeri olsun. Ora getsin, sadəcə otursun, əlini üstünə qoysun, ayağının üstünə, heç bir şey eləməsin. Müdür ona pul verərmi? Verməz, düzdürmü? Ona görə də burada da çalışmaq lazımdır. Yox, çalışmaq istəmirsən, pul qazanmaq istəmirsən, heç nə. Sadəcə alış-veriş elə. Yəni bu da bir xeyirdir də. Yəni sizin, yəni ki, belə deyim, orqanizminizə zərər vermir bu məhsullar. İstifadə edin keyfiyyətli məhsullardan. Əgər qazanc əldə eləmək istəmirsiniz, bazarsız satış edin. Amma biznes söhbəti gəlirsə, insan başa düşməlidir. Yəni mən biznesamsa, mən burada tələb olunan nədirsə, bunu eləməliyəm. Bir mənalı olaraq. Sonra deməli, iş haqqında məlumat verəndə, tutaq ki, iş haqqında məlumat istəyirəm deyir. Siz də deyirsiniz ki, başlayırsınız, səs atırsınız, bəs mənim adım filan kəsdir, zəhmət olmasa qarşı tərəfə deyirsiniz ki, siz də məlumat verin. O sizə deyir, hələ siz bir məlumat verin, ondan sonra tanış olarıq. Belə bir şey də olmuşdu məndə də. Yalnız səs atıram ona. Səs atıram ki, bəs xanım görürsünüz, mən özümü təqdim elədim. Mən xanımam, düzdürmü? Mən qarşı tərəfimi bilmək istəyirəm. Bəlkə siz heç xanım deyilsiniz. Bəlkə siz bəysiniz, mən bəylərini işləmirəm, açıq deyirəm. Yəni mən bilmək istəyirəm ki, qarşı tərəf kimdir ki, məlumat verim. Dayanıram. Narahat olmayın, xanımam. Qısa olaraq, adını da demir. Bir şey, yenə, qısa konkret. Başa düşdüm, mən də səs atıram. Başa düşdüm xanımsınız, lap gözəl. Adınızı söyləyin ki, elə xitab eləyim. Nətər ya mən sizə xitab eləyim? Xanım, mən elə rahat deyil. Bir də ki, siz iş haqqında məlumat istəyirsiniz, bizim də qaydalarımız budur. Mən özümü təqdim eləyirəm, qarşı tərəfində təqdim eləməyini istəyirəm. Burada yəni qəbahətli bir şey yoxdur. Yaşımı da deyə bilərəm. Bax, ailəli bir insanam, 2 övlad anasıyam, evdar bir xanımam. Baxın, mən öz haqqımda məlumat verdim. Sizin də sadəcə, mən sizi onsuz da tanımıram. Qarşı tərəfə bir dənə tanımaq istəyirəm. Qısa olaraq, adınız, yaşınızı deyin. Görüm, yəni neçə yaşdasınız və s. Uje başlayır, misal üçün, hə, yaxşı, mənim adım filan kəsdir, bu qədər yaşım var. Uje baxıram, ha, yaşına. Liderlər, yaş da çox önəm daşıyır burada. Misal üçün, tutaq ki, deyir ki, mənim 45 yaşım var, tutaq ki, deyir ki, 25, hələ ki, 16 yaş deyirsə, hələ 15 yaş deyirsə, tam fərqli, tam fərqli danışıram, yanaşıram. Tələbələr də var. Tələbələrin, indi ola bilər, bax, burada, bu liderlərdən burada tələbələr də var, amma incimin sözümdən tələbələr çoxu işləmir. Yəni, deyir ki, mən məhsul ala bilməyəcəm. Ən çox bunu eşitmişəm, məhsul ala bilməyəcəm. Deyirəm, siz məhsul almırsınız evinizə, bax, şampun almırsınız, antiperspirant, paraşok, paltarınızı nə ilə yuyursunuz? Valideynləriniz alır da, düzdürmü? Gedin valideyninizə mənim səsimi dinlətdirin. Mən bunu deyirəm. Bax, tələbələrə deyirəm. Onsuz da bu lazımdır da, sizə bunu alırsınız. Burada eləyəsiniz. Bu heç. Hələ ki 15 yaşlı uşaqlar da, uşaqlar deyim də mənə. 15-16 yaşlı insanlar qazanmaq istəyir. Mən başa düşürəm, zəhmət keçirsiniz, pul istəyirsiniz. Yəni, görürsünüz, home life, qazanc, burada da maşallah qazanc çox, qazanan çox. Həvəslənirsiniz, anlayıram, amma pul qazanmaq asan deyil.
Yəni hər bir işin çətinliyi var. Burada yəni bu insanlara da sразу deyirəm. Anında ha, bax 16 yaş deyirsə, sразу. Bax görürsüz, mən bundan öncə nə demişdim? 3-4 dənə məhsul demişdim, düzdürmü müsahibədə? 15-16 yaş sразу deyirəm ki, manat aktivlikdir. 35 manat eləməlisən ayda. Eləyə bilərsən. Birinci sualım bu olur. Yəni alış-veriş eləməlisən burada. Eləyə bilərsən, valideynə deyəsən, valideyn verəcəksə, iş haqqında davam edin məlumat vermə. Yox, eləyə bilməyəcəm. Dedim, yox. Məlumat vermirəm. Əgər deyirsə, bəli, valideynimə deyərəm, bəli, niyə də yox, biz onsuz da alırıq da, mamam gel alır falan. Həfs yox. Başlayıram məlumat vermə və deyirəm ki, get valideynə mənim səsimi dinlətdir. Onlara elə deyirəm. Yəni, görürsünüz xanımlar, hər bir insana görə, yəni mən fərdi şəkildə yanaşıram. Yəni, hər kəsə eyni danışmıram mən. Sonra, indi əslində etirazlar bir başqa bir mövzudur. Yəni, ona görə çox etirazlara girmirəm. Əsas müsahibədir mənim bugünkü təlimimdə. Yəni, belə deyək də, demək olar ki, bu qədər. Yəqin ki, yəni mən bir şeylər anlata bildim sizə. Amma indi suallarınız varsa, sırf müsahibə ilə bağlı, etirazlarla bağlı yox. Zəhmət olmasa, burada əl qaldırın, sual verin müsahibə ilə bağlı. Mən sizə bir balaca da, yəni, sizin mövzuna da uyğun, yəni siz nə sual verəsiniz, ona görə cavablandırım. Burada əl qaldıran kim olsa, əl qaldıran varmı? Yoxsa müsahibədən hər kəs hər şeyi anladı? Aha, bir dəqiqə, açıram. Əl qaldıran. Axşamınız xeyir. Hə. Fatma xanım, hə? Səsim gəlir? Gəlir. Fatma Sərdar yazılıbdır. Bəli. Axşamınız xeyir bir daha. Hər vaxtınız Öncə xeyir. təşəkkür edirəm ki, elə əslən bizə lazım olan mövzu qoymusunuz. Mən sual vermək istəyirdim ki, bu elanımızı işləyirik və işləyəndə geriyə dönüş edən zaman biz elə ki, salam yazır, ya nöqtə qoyur, nəysə də bir işarə qoyur ki, yəni məlumat və yaxud deyir, məlumat ver, salamsız, kəlamsız. Onda biz deyirik ki, hə, mənim adım Fatimə, şirkətin əməkdaşıyam, xahiş edirəm, siz də zəhmət olmasa özünüzü təqdim edin. Və onun bir daha geriyə dönüş etmir. Aha. Baxın, salamsız, filansız, bir dənə, məlumat verin, hə? Bəli. Siz onda səs atırsınız. Öncəliklə, salam. Mənim adım filan kəs. Zəhmət olmasa siz də özünüzü təqdim edin. Təqdim edin ki, mən sizə məlumat verim iş haqqında. Всё, qısa konkret. Demin şirkətin əməkdaşı, heç bir şey demin. Qısa olaraq, indi mən necə dedim, eyninlə elə deyin. Başqa heç bir şey demin, gözləyin. Gördünüz, oxudu, cavab yazmadı. Dalda yenə səs atın. Siz iş haqqında məlumat istəyirsiniz, yəni ciddi yox. Всё, dayanın. Yenə oxudu, cavab yazmadısa, başını buraxın. Yəni belə hallar bəlkə bir gündə 5 dəfə, 10 dəfə rastıma çıxır. Yəni itirirəm də o insanlar, belə çıxır. Gündən dediyimi bir eləyin, yaxşı. Baxın nə nəticə verir. Tamam, sразу demin şirkətin əməkdaşıyam və s. Buyur təxminə liderim. Axşamınız xeyir olsun. Dəyərli liderimiz Fatma xanım, çox gözəl bir sual verdiniz. Təşəkkür edirəm təlimə görə. Həqiqətən möhtəşəm təlimdir. Mən bir şeyi də vurğulamaq istədim. Gördüm elə Fatma xanım sual verdi. Məsələn, elə bizim dəvətlərimiz olur ki, gəlirlər, salam yazırlar və yaxud da iş haqqında məlumat istəyirlər və daha sonra o insan sadəcə elə bir ki, unudurmu o mesajı, yoxsa ümumiyyətlə reaksiyamı bildirmir. Yəni, həvəsdən düşür, ümumiyyətlə çıxıb gedirlər. Bunu nə etmək lazımdır? Instagramdan yazırsa əgər, Instagramınızı aktiv saxlamalı müddətdə, hətta aktiv saxlamaqdan da əlavə mən bir metoddan da istifadə edirəm. Tutalım ki, Instagramdan bir neçə nəfər mənə yazıblar. Sadəcə, yəni geri dönüş, məsələn, məlumat vermişəm və bu məlumatdan sonra gəlib arxasını gətirməyiblər. Nə edirəm? Nə paylaşıramsa, girdin hekayədə onları da tağ eləyirəm. Ən gözəl variantdır. Həm sizi tağ elədiyinə görə mütləq şəkildə reaksiya bildirməsə də, bu insan gələcək, həmin o hekayəyə baxacaq, uğurlarınızı görəcək və WhatsApp-dan da yazıbsa, təbii ki, WhatsApp statuslarında hər yerdə etiketləmək mümkündür. Bir dənə problemimiz Lalapodadır. Mən hal-hazırda Lalapodan
çox gözəl geri dönüşlər alıram. Orada təbii ki, aktiv saxlamaq biraz çətindir, amma sırf hər yerdə Instagram olsun, WhatsApp olsun, çox mükəmməl şəkildə hamını birə-bir etiketləmək olur, özü də gizlin formada. Gizlin formada etiketləyirsiniz, əlim dəyə də bilər, yəni bilərək də eləyə bilərəm, bilməyərək də eləyə bilərəm, amma o insanı axır əvvəl çəkəcəksiniz. Yəni deməyin ki, bu insan gəldi, bir məlumat istədi, oturum aylarla onu gözləyim ki, nə vaxt gələcək. Onu gözləyənə kimi bütün storylərinizi aktivləşdirin, görün necə gözəl effekt alasınız. Əla. Liderim, axşamınız xeyir liderlərim. Çox sağ olun Nasya liderim təlimə görə. Həqiqətən çox faydalı oldu düşünürəm ki, özümün belə bilmədiyim məqamları öyrəndim müsahibədə. Diqqət eləmədiyim tərəfləri öyrəndim. Bu arada təxminə liderim, Lalafodan gələnlərin də zaten böyük əksəriyyəti bizi kontakta vurur. Çünki oradan bizə yazmaq üçün WhatsApp-a qeyd edir. Ona görə WhatsApp-da onları göstərmək olur işimizi onlara. Mən adətən belə edirəm. Baxın, məndə məsələn Lalafoda geri dönüşlər var, amma məsələn iş haqqında məlumat istəyəndən sonra o insanlara ya orada məsələn kimsə sənə zəng etmək istədi. Yəni ancaq onu basa bilir. Yəni başqa düzdür, kontaktda əlavə eləsələr belə sırf Lalafodun özündə yazılır ki. Yəni ona görə mən dedim ki, yəni sırf Lalafoda olmasa da, yəni sırf məsələn Instagram üzərindən, WhatsApp üzərindən və yaxud da başqa sosial şəbəkələrdə gizlin formada tağ eləmək mümkündür və həmin insanın diqqətini də çəkə bilərsiniz. Yəni tağ eləyərək, sadəcə uğurlarınızı, pulları, yəni insanlara maraqlı olan nədirsə onu bölüşsəniz, inanın ki, ona gələcəklər. İnsanlara nə lazımdır? Büdcə lazımdır, pul lazımdır, qazanc lazımdır, daha aktiv olan bir lider lazımdır. Təbii ki, bunları da görəndən sonra inanın ki, çox gözəl, yəni geri dönüşlər alacaqsınız. Həqiqətən əla bir fikirdir məncə. Hər kəs Axşamınız xeyir olsun, dəyərli liderlər. Axşamınız xeyir olsun Əsmət xanım, Fəhmilə xanım. Mən əslində Sara xanım burada, daha doğrusu Fatimə xanım burada bir şey vurğuladı. Yəni mən onu cavab vermək istəyirəm ki, həqiqətən məndə də çox olurdu liderim belə. Sadəcə deyirdi ki, məlumat ver xanım. Mən bunu sınadım, həqiqətən çox sınadım. Ona görə səs açdım ki, yəni bu sınadığım bir şey sizlərin, yəni çox olurdu məndə belə geri dönüşlər. Mən bunu sınadım. Xanım mənə deyir ki, misal üçün məlumat verin, amma özünü təqdim etmir. Sizin dediyiniz kimi sadəcə məlumat istəyir. Belə deyək də salamsız, kəlamsız. Mən onu sınayaraq belə bir qərara gəldim liderim. Onlar məlumat istəyir, mən məlumat verdim, yəni təqdim etdikdən sonra. Sadəcə qısa bir məlumat verdim ki, tam rəsmi reklam işidir, menecer vəzifəsində heç bir satış yoxdur şirkətimizdə. Və sonradan liderim onu təqdimatını istəyəndən sonra həqiqətən də geri dönüş edib özlərini təqdim elədilər, yəni. Belə deyim də, yəni fikrimi belə çatdırım ki, ilk öncə onlar bizə belə geri dönüş edəndə salamsız, kəlamsız. Biz də deyirik ki, siz də özünüzü təqdim edin, mən məlumat verim. Elə bir onlarda bir qırcıq yaradırıq, belə deyək. Çünki mən onu hiss eləmişəm. Və amma özüm qısa bir məlumat verdikdən sonra iş haqqında, sonradan onun haqqında belə soruşanda, gördüm, artıq geri dönüş edib özünü təqdim etdi. Yəni istədim ki, özümün belə deyim də məlumatlı olduğum, özümün belə deyim, biraz axtarış eləyən bir qərara gəldiyim bir məlumatı istərdən paylaşım ki, həqiqətən eləsəz məndə daha yaxşı olar. Yəni ondan həmən soruşmasaq ki, yəni özünüzü təqdim edin. Biraz qısa məlumat verin, sonra soruşun ki, siz özünüzü təqdim edin, onun ki, alınacaq məndə. Çünki mən bunu sınamışam, alınıb məndə. Ona görə istədim sizlərin paylaşım. Təşəkkür ederim. Ümumiyyətlə görürsünüz, yəni metodlar çoxdur. İnsan var, sırası birazcık məlumat verir. Misal üçün, mən eləmirəm elə. Yəni sizin kimi eləmirəm. Mütləq şəkildə o mənə geri dönüş eləyir. Mütləq. Çünki mən ona səs gülərək atıram, mehribancasına. İstər-istəməz o məlumat verin deyən insan qarşı tərəfi biraz belə deyək də, çalışın utandırasınız. Yəni məlumat verin nədir? Bir salam aleyküm elə, bir Allahın salamını ver. Bir qarşı tərəfə elə bir ki, siz robot kimi baxmamalısınız. Sənin qarşı tərəf sənə məlumat verən insandır. Ona görə yəni bunu da yükləyəcəm inşallah bu təlimi. İş haqqında məlumat istəyəndə qarşı tərəfi insan olduğunu bunu unutmamaq lazımdır. Biz də təbii ki, yəni mən o məlumat özüm haqqında məlumat verəndə, özümü təqdim edəndə qarşı tərəfə istər-istəməz ötürürəm bunu. Amma yenə deyirəm, çalışın gülərək, mehribancasına səs atın. Yəni şey kimi yox, rəsmi şəkildə mən misal üçün şirkətin əməkdaşıyam, filan kəs xanım, buyurun siz də təqdim edin özünüzü, bəlkə heç geri dönüş eləməyəcək. Elə insan məlumat ver, salamsız, filansız, ona biraz yumuşaqcasına yanaşmaq lazımdır, belə deyək. Hətta əminə deyim, nəsə demək istəyirdin?
Liderlərim, bir şey də əlavə eləmək istəyirdim. Yəni tutalım ki, müsahibə keçirik. Hər birimiz bu müsahibələrdən geri dönüşlər də ala bilirik. Təbii ki, irad cavabları da ala bilirik. Hətta belə deyim də bizi tənqid edən, təhqir edən insanlar belə ola bilir. Yəni istisnalar, yəni olur. Hər bir zaman olur. Sadəcə bir şey demək istəyirəm ki, biz hər bir zaman işə dəvət edən zaman istəyərik ki, gətirdiyimiz insanlar özümüz kimi olsun. Özümüz kimi alov olsun, özümüz kimi işləsin, sözü işlədirik ki, özüm kimisini tapa bilmədim. Yəni özüm kimi işləyəni, yəni istədim amma yəni özüm kimi yetişdirə bilmirəm. İnsanlara biraz belə deyim də vaxt qazandırmağı bacarmalıyıq nə barədə. Tutalım ki, bu insan ola bilər ki, o qədər gözəl satış qabiliyyəti olar ki, amma məsələn soruşa bilər ki, satışdırsa istəmirəm. İnsanlara çeşid verin. Tutalım ki, məsələn, sən ola bilər biznes yönümündən əlasan, ola bilər təlimi yönümündən əlasan, ola bilər satışa daha çox gözəlsən. Yəni, sənin ətrafındakı insanlar, sənin danışıq qabiliyyətində olan insanlar daha çox istəyər ki, sən satış eləyəsən. Ona görə deyin ki, istəsəniz burada satış eləyə bilirsiniz, istəsəniz biznes qura bilirsiniz, istəsəniz də tam təbii məhsulları ala bilirsiniz. Bunu hər bir zaman vurğulayın. Tutalım ki, hər bir zaman, yəni mənim aldığım müsahibələrdə belə olur. Bilmirəm, bacara bilərəm ya yox. İnsan dəvət eləyə bilərəm ya yox. Bunları bilmirəm. O zaman mən nə edirəm? Yoxlamışam, effektində almışam. Demişəm, gəl pulsuz şəkildə, onsuz da tam pulsuz şəkildə qeydiyyatdan keçirik. Başqa şirkətlər kimi gəlib qeydiyyatdan pul almırıq ki, gəlirsiniz, tam pulsuz şəkildə qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçəndən sonra hər bir, belə deyim də, kabinetlə tanışçılıqdır, yəni buranın işin etaplarıdır, təlimlərdir. Bunların hər birinə baxırsınız, maraqlanırsınız. Ondan sonra nə edirsiniz? Ondan sonra artıq siz biləsiniz ki, mən satış etməyə daha çox meyilliyəm, yoxsa biznesmi qura bilərəm. Yəni bunu öyrənirsiniz. Sıfırdan olan insanlar bunu eləyə bilər. Sadəcə deyin ki, gəlin yoxlayaq. Bir ay satış yönündə gedərik, bir ay biznes yönündə gedərik, bir ayda istifadə edərsiniz. Görün, ətrafınızda olan insanlar mı çoxdur, satış eləmək istəyənlərimiz də çoxdur. Yoxsa siz həqiqətən odalovsuz, sırf gələn kimi komanda azı qurub, yoxsa biznesmi qura biləcəksiniz. Bu variantları deyəndə bir insan fikirləşir. Bəlkə onsuz da ətrafımızda o qədər insanlar var, paltar satır, Temudan satır, belə yoldan satır, oradan satır. Əlavə olaraq da sırf tam təbii məhsullar sata bilər, əlbəttə ki, sata bilər. Bu saat elə bir zəmanəyə gəlmişik ki, bütün işlətdiyimiz məhsulların tərkibində ximikatlar var. Və biz sırf ürək rahatlığı ilə öz məhsullarımızı könül rahatlığı ilə bitkisel tərkibli olduğunu bilirik və bunu sübut eləməyə belə ehtiyac yoxdur. Araşdırsalar, adi o süni intellekt deyilən bir yer var. Orada belə araşdırsalar tam görəcəklər ki, bizim məhsullar tam təbiidir, zərərsizdir və çox gözəl sata da biləcəklər. Yəni ona görə müsahibələrdə insanlara sırf gəlin biznes qurun, komanda qurun sözünü işlətməyin. Komanda azı da qura bilərsiniz, satış da eləyə bilərsiniz, öz-özə ala da bilərsiniz. Bu sözləri vurğulayanda, etap-etap variantlar qoyanda insan deyəcək ki, alınır, alınmaz da özümə lazım olanları alıram. Yenə də sizə xeyirdir, əlbəttə ki, sizə xeyirdir. Bonus balları gəlir və yaxud da biznesini qursa daha da yüksək karyeralar qazana bilirsiniz və yaxud da onun kontaktında olan bir dənə bir odalov çıxa bilər ki, yəni Əsmər liderimlə, yəni bizdə elə bir halla qarşılaşmışdıq. Yəni özü belə sadəcə yəni əl işləri düzəldirdi, sadəcə elə bilirdi ki, ondan qazana bilər. Biznes yönümünü bəlkə də kəşf eləməmişdi. Yəni bu işə gələndə. Amma indi görürsünüz, hal-hazırda bir yerdə təlim keçirik, bir yerdə demək olar ki, yəni komandamızda qurmuşuq, çox mükəmməl şəkildə də irəliyə bilirik. Buyurun liderim, çox danışdım. Hə, həqiqətən də çox danışdın. İmkan vermirsən biz də danışaq. Çox sağ ol Asiya. Təşəkkür edirəm əzizim. Var olasan. Həqiqətən də bu müsahibə elə bir mövzudur ki, hər kəsə lazımdır. Əlhəqqə yeni gələnlərimiz olduqca hər kəsdən bir şey öyrənsəz, özlərini inkişaf elətdirsəz, çox yaxşı liderlər çıxar komandalarımızdan və bir də səmimi müsahibəni çox bəyəndim. Mən bəzən çox rəsmi keçdiyimi hiss elədim sən danışarkən. Ona görə mən də biraz müsahibəmdə dəyişikliklər etməliyəm. Baxın, heç vaxt gecdir deməyin.
bizlər belə bir-birimizdən öyrənirik və daha yaxşı olmaq üçün inkişaf edirik. Əlhəqiqətən bu səmimi müsahibəni çox qəşəng bəyəndim. Geri dönüş etmirsə təzədən səs atmağı falan. Mən də o səs atmırdım, nə yalan deyim. Geri dönüş etmirsə deyirdim ki, boş ver, bu önəmli deyil, bu işə adaptasiya olası deyil, bunun iş ilgisini çəkmirsən demə, yanlış edirmişəm. Mən də öz üzərində səhvləri tapdım, onun üzərində inkişaf edəcəm. Çox sağ ol. Müsahibə hər kəsin ən önəmli konusudur. Təşəkkür edirəm əzizim, var olasan. Çox sağ ol Günay. Təşəkkür edirəm. Buyurun Axşamınız liderlər. xeyir olsun. Nurlana liderim. Hər birinizi salamlayıram. Təşəkkür edirəm. Gözəl təlimdən dolayı. Çox faydalı oldu, çox yararlı oldu. İnşallah tətbiq eləyərik biz də öz müsahibələrimizdə. İnşallah. Əsmə liderim, bir sualım var sizə. Buyur. Demək, müsahibədən danışdınız. Yəni sizə geri dönüş edən insanla müsahibə edirsiniz. İndi istəyirəm ki, siz bu atdığınız elandan biraz ipucu verərdiniz bizə ki, belə ki, yeni gələnlərimiz tərtib eləyə bilmir də. Hazır liderlərindən hazır elanlar götürür. Ona görə də istəyirik ki, biraz ipucu verəsiniz ki, bizə biz necə elan ataq ki, bu elan cəlbedici olsun və sizin kimi geri dönüşləri gəlsin. Çünki məlum məsələdir ki, bizim atdığımız elanlar heç bir geri dönüş gətirmir. Çünki niyə? Ona görə ki, şablon mesajlardır. Online iş, qazanmaq istəyirsiniz, online iş, nə bilim, belə də yəni şablon mesajlar da ki, demək olar ki, bütün şirkətlər atır elə mesajları, elanları daha doğrusu. Yəni istəyirəm ki, yəni bilirəm ki, insanları dəvət etmək üçün cəlbedici bir mesaj növü, metodu, o da bir metoddur da, elanın metodudur. Ki onu necə biz edək ki, İstər yəni, hər bir sosial şəbəkədə olursa olsun. Amma yəni gələn insanı cəlb etsin ki və o bizə geri dönüş etsin ki, aha, bu necə işdir belə? Yəni bu onun maraqlı gəlsin ona. Tamam, başa düşdüm. Çox sağ Bax, olun. siz də sağ olun. Bunu da deyim inşallah. Ondan sonra təlimi sonlandıracağım. Çünki saat 21:52-dir. Diqqətlə məni dinləyin. Baxın liderlər, gəlirə çıxmadan öncə mənim yenə də səhifəm var idi Instagramda və Instagramda təbii ki, mənim əgər gəlirim yoxdur, mən necə gəlir paylaşım, düzdürmü? Öz uğurum yoxdur mənim. Mən insanların uğurunu paylaşırdım. Bəzən deyirlər, liderlər deyir ki, home life-ı paylaşma, yəni bilinməsin ki, home life. Yəni mən paylaşırdım, nə yalan deyim. Hələ bu vaxta kimi də paylaşıram, öz uğurum da var, öz uğurumu da təbii ki paylaşıram, amma olmayana qədər kim ki gəlirə çıxmışdı, onları paylaşırdım. Hələ bir-ikisini də silmişdim. Çünki mənə yazdılar ki, zəhmət olmasa sildi də. Hələ yoldaşım qoymur bəzər. Amma indi sağ olsun yoldaşlar elə qoyur. O qədər videoları var ki, maşınla falan həmin liderlərin. Söhbət o da deyil. Amma yəni bilirsiniz ki, sosial şəbəkədə hal-hazırda home life-ın qazancları, uğurları, videolar çoxdur. Onları paylaşım elə bilərsiniz. Misal üçün, mən paylaşırdım, yenə deyirəm. Burada elə bəzən ola bilər ki, bəzi liderlər məndən razılaşmaya da bilər. Hərənin metodu başqadır. Mən paylaşırdım, yenə deyirəm. Mən qürurla deyirəm ki, mən home life-dəyim. Heç nədən çəkinmirəm və bilə-bilə ki, mən home life-dəyim, iş haqqında da məlumat istəyirlər. Yəni deyim sizə öncədən. Instagramda, Instagramda görürlər, misal üçün paylaşımları görürlər, girirlər səhifəyə. Bax, liderlər, bu sualı özünüzə verin. Niyə məhz siz? O insan niyə məhz sizə yazmalıdır? Niyə iminə sizi seçməlidir? Özünüzü onun yerinə qoyun. Bax, qarşı tərəfə. Yəni, siz olsaz, neynərsiniz? Bax, home life-ı eşitmişsiniz. Maraqlı gəlib bu iş. Başlayırsınız araşdırma eləməyə. Axtarırsınız. Instagramda axtarırsınız, ola bilər, nə bilim, home life yazırsınız, nə bilim, online iş yazırsınız, orada yuxarıda. Kısaca paylaşım eləyəndə home life-da hashtag home life yaza bilərsiniz ki, sizi tapsınlar. Tutaq ki, tapdılar. Səhifəsinə baxacaq. Niyə məhz onu seçməlidir? Bəzən səhifələrə girirəm. Yəni, nə bilim, elə səhifələrdə yazılır. Online iş. Prəmo adını yazırlar Instagramın. Əslində, Instagram bu mövzu da başqadır. Sosial şəbəkə, profillər falan. Amma yenə də birazcık danışım. Yəni, online iş, home life, profilə home life yazıb liderlər. Niyə məhz sizi seçməlidir? Kimsiz, nəçisiz? Sizi tanımır, etmir. Siz prosta da paylaşımlar eləyibsiniz. Bilinmir kimsiz. Yazın da adınız misal üçün tutaq ki, Lalədir. Yazın Lalə, laf soyadınızı yazmayın.
Deyirsiniz ki icazə yoxdur. Lalə yazın. O qədər lalələr var Azərbaycanda. O qədər. O qədər nə bilim, yəni cürbəcür də adlar var. Məsələn Nurlana. Nurlanalar da çoxdur. Yazın da Nurlana. Tutaq ki. Всё. Şəkil də qoyun. Şəkili özünüzü qoya bilmirsinizsə, mən belə deyim də, əslində Pinterest var. Pinterestdən də tapa bilərsiniz. Başqa sosial şəbəkələrdə də tapa bilərsiniz. Yəni qız şəkilləri var, hicablı şəkillər var qızların. Məsələn, tutaq ki, istəmirsiniz üz görsənsin. Tutaq ki, bax belə. Belə şəkillər var, tutaq ki da, hicablı və ya hicabsız olan qızlar. Belə də var. Yəni siz deyilsiniz, ha, başqasıdır. Ya da ki, məsələn, ora baxır. Yəni sadəcə sası görsənir, belə eləyir ya da bax belə hardası durur. Belə profillər, bir şeylər qoyun ki, profildə nəsə görsənsin. Amma home life yazılı, logo, yəni nə bilim it, pişik, heyvan qoyursunuz. Olmaz elə şey. İş işdir. Bu sizin iş yerinizdir. Yəni insan girməlidir bu səhifəyə. Səhifəni izlədi, bir baxdı, maraqlı. Maraq çəkən bir şeylər olmalıdır orada. Yəni ad olsun deyə mən paylaşım eləyirəm orada, reels paylaşım, şəkil qoyuram, Instagramı aktiv saxlayıram. Olmasın. Yəni normal şəkildə oranı yığdırmaq lazımdır, belə əsl mənasında. Story paylaşmaq lazımdır. Mənə dəfələrlə storydən də geri dönüş olubdur. Bax, biri var profil, biri var story. Storydə nəsə paylaşmışam, iş haqqında məlumat verin. İndi onu da izah edəcəm. Nə cür bir şey eləyə bilərsiniz ki, sizə məlumat istəsinlər. Deməli, Pinterestdən gedirsiniz, bu, misal əldə kompüterlər var, belə yazırlar güya. Göstərmir, üz. Prosta belə kompüterdə nəsə yazır. Və iki ruçka ilə nəsə dəftərdə yazır. İndi dəftərə də baxın, orada ingilis dilində zətdə heç nə yazılmasın da. Yəni, nəsə də, yəni bax belə, nəsə kompüter, ya da əlində telefon belə, elə videolar var. Və iki, tutaq ki, üzü görsənmir, nəsə, bax belə, güya nəsə eləyir qız. Belə profesionalcasından qəşəng videolar var. Götürün o videonu. Həmin o video uzunsov da belə. Orada da yazılar yazın. İstəyirsiniz TikTok, istəyirsiniz YouTube'un Shorts yeri. Shorts qısa olan 6 saniyəlik, 7 saniyəlik. İstəyirsiniz Story Instagramda. Bax, mən Instagramda elədim bunu. Mənə geri dönüş oldu Instagramdan. Misal üçün, yazı olaraq yazırsınız. Misal üçün, nəyi deyim mən sizə? Tutaq ki, indi analar sizə geri dönüş eləyəcəkdir. Subaylar bəlkə də eləməyəcək. Anasız, misal üçün də, evdə xanımsız və evdən çıxa bilmirsiniz. İş yeri eviniz olsun. Qazanc, misal üçün, filan qədər plus. 300 plus yazın, misal üçün. Məlumat üçün altda da nömrə yazırsınız, öz nömrənizi. Əgər nömrənizi yaza bilmirsinizsə, icazə yoxdursa, öz liderinizin nömrəsini yazırsınız. Nömrəsini yazanda da, indi bilmirsiniz də, o bəlkə liderinizə yazdı, heç o lider də bilməyəcək ki, bu hardan gəldi. Altda da yazın ki, yönəldən filan kəs. Adınızı yazın, öz adınızı. O yazacaq, ya da ki, orada nəsə yazın ki, yəni, bilinsə də bu yazanda liderinizə, bilinsin ki, kimlə gəlib də bu. Məsələn, ola bilər ki, deyəcək ki, mən bu elanla gəlmişim. Amma liderinizə tapşırın ki, bax, mən paylaşım eləyirəm, ha. Gedib TikTokda paylaşım eləyirəm. Sənə yazsalar, bilin ki, mənə görə yazıblar da, mənim elanımdan yazıblar. O lider də kimə ki yönətmişsiniz, öz nömrənizi qoya bilmirsinizsə, o lider də deyəcək ki, hardan məlumat istəyibsiniz, hardan görmüşsünüz elanı. Screen ata bilərsiniz. Screen atır, anında bilirsiniz bu kimdir. Çünki sizə, misal üçün, öncə Lalə xanım demişdi ki, mən paylaşım eləyirəm, ha, link şeydən, TikTokda. Bax, sənə geri dönüş gəlsə, bil ki, mən prosta nömrəmi yaza bilməm də, yoldaşım qoymur. Misalı deyirəm, ha. O lider də haqqın ədalətini təbii ki, işləməlidir və bildirməlidir ki, hə, sən tərəfdə geri dönüş olunubdur. İş haqqında indi məlumat verirəm, məlumatı sənə atıram ki, necə məlumat vermişəm. Dinlə. Ha, ondan sonra onu öyrədir. İndi yeni lider. Artıq bu da öyrənir. Lap belə deyim, buna geri dönüş olubsa, yəni bir dəfə, iki dəfə artıq bu xanım görür ki, alınır da faktiki. Getsin, özünə bir dənə də nömrə alsın, əlavə. Sırf yəni işlədəcək onu sosial şəbəkələrə. Əgər qorxursa, narahatdırsa, ikinci nömrə alsın, onu işlətsin sosial şəbəkəyə. Ona geri dönüş olsa. Görsə ki, əgər alınırsa, bu paylaşımlardan geri dönüşlər olursa da lideri hər dəfə eləməyək də ki, o lider məlumat versin. Nə qədər liderə yönətmək olar? Liderin də inanın ki, vallahi üst liderinizin də o qədər çox işi var. Çünki komanda yönləndir. Siz görürsünüz, yaxşıdır hər şey, özünüzə bir dənə nömrə alarsınız. Sonra
sразу yox. Belə. Amma yenə deyirəm, gedin Pinterestdən elə videolar eləyin və hər gün paylaşım eləyin, hər gün. İstəyir TikTok, istəyir Instagram story. Yenə deyirəm, mənə storydən geri dönüş oldu və qeydiyyatla da nəticələndi. İstəyir YouTube-un shorts yeri, qısa olan roliklərdə belə deyək. Ha, elə, yəni bir də Facebook da var. İşlətməm nə yalan deyim. Çoxdan hətta buraxmışam, amma Facebookdan da elə bilərsiniz. Çoxdan unudulan şey, çoxdan buraxılan şey daha yaxşı olar. Yəni Facebooku, bax indi burada dedim, bəlkə bəzi liderlər Facebooku təmiz unudublar. Hamı Instagramdadır, TikTokdadır. Gedin Facebooku da kəşf eləyin. Bəlkə elə oradan qeydiyyatlarınız yaxşı olacaqdır. Yəni belə bir videolar düzəldin, hər gün paylaşım eləyin. Hardasa saat 7-dən sonra, cəmaət ki işdən çıxır ha. Hər gün yeni bir video düzəldin, paylaşım eləyin. Hansısa bir video sizə geri dönüş mütləq ki olacaqdır. İnşallah. Məndən bu qədər. İnşallah ki faydalı oldum sizlərə. Faydalı oldumsa nə xoş mənə. İnşallah növbəti təlimlərdə də görüşərik. Sağ olun, var olun. Gecəniz xeyrə qalsın.